Bir müddətdir ki, kəndə içməli su verilmir. Babək rayonunun Payız kəndində içməli su təminatı ilə bağlı problem yaşanır. Sakinlər deyirlər ki, yeraltı su mənbəyindən çıxan suyun toplanması və boru xəttinə ötürülməsi üçün qurulan kaptajdan səmərəli istifadə olunmur. Elə buna görə də kənddə su qıtlığı hökm sürür. Bizdə su var, bizdə mənbədə su var. Ancaq toplamda bizə verilir. Verilir ev sahibi, siz var. Suyumuz, mənim evim yandı. Mənim evim yandı, dekabrın 13-ü. Noyabrın 13-ü. Mənim evim yandı, qonşular sağ olsunlar. Hara bir bidon götür, gətirdi mənim evimi keçirdi. Kənd sakinləri eyni su mənbəyindən istifadə edən yaxınlıqdakı Cəhri qəsəbəsinə daha çox suyun verildiyini, elə buna görə də kənddə içməli suyun çatışmadığını iddia edirlər. Problemimiz öz suyun bol olduğu bir məkanda yaşamamıza rağmen suyun qıtlığını çəkməyimizdir. Çünki qonşu kəndə vurulub, kaptajlar vurulub, su aparılır. O kaptajın üstündən çıxan artıq sudan biz öz kaptajımıza vurduğumuz üçün Rüstəm müəllim var suyun başında da, hər kimdə dəqiq bilmirəm. Gəlib üstümüzə də traktor sürür ki, olmaz. Burada əsas məsələ su mənbəyindən kəndlərə suların paylanmasında problem yaranır. Yəni burada ədaletsizlik var. Yəqin ki, müəyyən maddi maraqlar səbəbindən bu ədaletsizlik yaranıb. Çünki Payız kəndinin suya olan tələbatı tam yox, heç yarısı belə ödənmədən bizdən 2 kənd sonraki Cəhri qəsəbəsinin su problemi üçün bizim kəndin üstündən bu kəndin haqqı olan su çəkilir, aparır Cəhri kəndinə. Məsələ ilə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, mütəxəssislər ərazidə araşdırmalar aparıb və qısa zamanda problemin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək. Rafael Mailbəy, Şəhla Poladova, Xəzər xəbər.